Müslümanlar qardaşdılar. Dünyada 2000 millət var və 3000 danışan dil var. Bunlar hamısı necə bir-birinə qardaş ola bilərlər? Maraqlı sualdır, çox sağ ol. Burada söhbət bioloji qardaşlıqdan getmir. Hətta bioloji qardaş da olanda görərsən ki, onlar bir-birindən ola bilsin ki, din qardaşı olmasınlar. Bir ailədə 2 qardaş, 3 qardaş varsa, görərsən biri müsəlmandır, biri xristianlığı qəbul edib. İnsan öz iradəsində azaddır. Elədir, insan nə istəsə, öz iradəsində azaddır dünyada. Biri müsəlmandır, biri xristianlığı qəbul edib. Bunlar din qardaşı ola bilməzlər. Bunlar bioloji qardaşdılar. Din qardaşlığı ola bilməz. Burada sual din qardaşlığından gedir, bioloji qardaşlıqdan getmir. Bu Qur'anın Tövbə surəsində, Tövbə surəsi 9-cu surə 186-cı səhifə. Tövbə surəsi 11-ci ayədə, Qur'anın Tövbə surəsinin 11-ci ayəsində buyurur ki: "Fəin tabu və iqamus salat və atuz zakat və ixvanukum fiddin." Buyurur fəin. Bəs əgər tabu, insanlar tövbə eləyərlər, Allaha tərəf gələrlər. Və iqamus salat, namaz iqamə eləyərlər. Və atuz zakat, zəkat da ki verərlər, fə ixvanukum fiddin. Onda onlar bir-birinə din qardaşı sayılırlar. Burada söhbət din qardaşlığından gedir, bioloji qardaşlıqdan gedmir. Buyurur fəin, bəs əgər tabu, insanlar tövbə eləyərlər, keçmişdə olan günahlardan peşiman olarlar, Allaha tərəf gələrlər. Və əqamus salat, namaz iqamə eləyərlər. Və atuz zakat, zəkat da ki verərlər, fə ixvanukum fiddin. Onda bunlar bir-birinə din qardaşı sayılırlar. Amma namaz yox, oruc yox, da bu qardaşlıqdır. Namaz qardaşlığın şərtidir. Əgər qardaşıq, namaz bizi qardaş eləyir. Namaz qardaşlığın şərtidir, Qur'an-ı Kərimdə buyurur.